hörmətli izləyicilərim, bir ayda bu totuşbalar bütün günü da qoymurdu işləməyə. Ata mənə kvadrosikl al, yay gəlib, hamı sürür, mənim də olsun. Axırı gətirdim bunu möhtəşəm bir mağazinə. Mən istəyirəm sizə də həm alım, həm də sizə göstərdim. Siz də uşaqlarınız üçün alın. Bura çox etibarlı, güvənli bir yerdir. Çünki bura 5 dənə markanın, brendin özüdür. Əzizləyicilər, bu haqda məlumat verəcəm sizə. Birinci qoy mağazinin adını deyim. Mağazinin adı neydi əzizim? Neydi bunun? Rolling Motors. Bu Binəqədidə yerləşir. Binəqədi içində mərkəzidir də bura. Sentral deyirlər. Binəqədidən gələndə. Instagramlarını taq edəcəm. Girib oradan mallarını çəkib baxarsınız çoxlu-çoxlu. Mən sizə bir dənə bu cərgəni görsədim. Yəni, yayın malıdır da dəyərli izləyicilər. Hələ sizə bir dənə də siz deyəcəm. Qoy, uşaq eşitməzsən, bir dənə yaxın gəl. Operator, qoy bir dənə bunu da deyim ki, əslində uşaq bahanə deyir. Dəyərli izləyicilər, alırsınız bunu özünün üçündə. Çayxanaya, marketizə gedməyə bomba bir şeydir. Burada deməli, kublarla hesablanır. Mən sizə görsədim. Bir dənə, bu neçə kub idi? 850 kubdur bu. 600 kubdur. Kuba görə də qiymətlər hesablanır da. Kub da bilirsiniz nə yox ki, o maşında var, Range Rover'da 4-4, 5-5, o cür kubla hesablanır. 1000 kub bir motor deməkdir də. Bir dənə bu dizaynına baxın. Dəyərli izləyicilər. Bu yay, sizə məsləhət görürəm də. Gəlin alın da bundan. Yəni, bundan sonra təqdimatlara bundan gedəcəm mən. Mənə bunda görəcəksiniz. Əla. Bu hissə, bu cərgə Kaxa firmasının məhsullarıdır, ya motosikillardır, kvadrosikilları. Bu satılıb. Xeyirli olsun buradan deyirəm. Kim alıbsa, qəşəng, rəngi da çox qəşəng, priyyatlı bir şeydir də. Adama ləzzət eləyir. Bunlar isə Kayo firmasının məhsullarıdır. 300 kub var, 200 kub var, 150 kub var motor həcminə görə. Dediyim kimi, əzizləyicə, bura brendin özüdür. Yəni, burada belə deyək ki, bir özəlliyini də sizə göstərdim. Bunu bəyəndim, Unuş? Bu yaxşıdır. Şərhlərdə yazın. Əgər siz də bəyəndinizsə, plus qoyarsınız, mən bunu almaq istəyirəm. Bir də sizə nə deyim? Fərqi izah edirəm, dəyərli izləyicilər. Getdiyiniz mağazinlərdə 5-6 dənə görə bilərsiniz. Çünki onlar 5-6 dənə gətirirlər və qiyməti satırlar. Sözün pis çıxmasın. Bu firma, bu şirkət 5 tır, 6 tır mal gətirir. Çünki 5 firmanın distributordur və bunun qiymətləri digərlərindən dəfələrlə ucuzdur, münasibdir, araşdıra bilərsiniz. Bir də mənim izləyicilərim, yəni ona ehtiyacı araşdırmırlar. Amma yəni bir də araşdırın, mən sizə düz söhbət edirəm. İkinci mərtəbədə bunların motosikletləri var. Qalxaq bir dənə onu sizə görsədim. Bunlar deməli Kayo firmasının hansı növ motosikletləridir? O dağlara, zadlara qalxırlar, çaylardan keçirirlər, dəyərli izləyicilər. Adrenalin sevənlər üçün. Qalx dağa, Allah rəhmət eləsin də, yəni, sürə bilmirsənsə, çətin məsələ dala qaydasan. 150 kubul, 125 kubuldur bunların motor şeylər. Təbii zarafatdır. Allah hamıya qismət etsin, çox maraqlı bir şeydir. Mən də başlamışam bundan sürməyədir. Yəni, nə qədər maşın sürəsə adam bezir. İndi sizə növbəti firmasını görsədim. Adı neydi bunun? Ayhozza firmasıdır bu, dəyərli izləyicilər. Bu da rəsmi bir firmadır. O da burada distributorlardır. Bu tükanda hal-hazırda. Bunların da cürbəcür. Kublar neçədir abi bunların? 125-dən 250. 250 kub, 125. Yəni, çeşid çoxdur. Bundan başqa aksesuarları var, dəyərli izləyicilər. Hər cürə burada o lazım olan texniki xidmət göstərirlər. Məsələn, aldın, tutaq ki, məsələn deyirəm, bir dənə şurupu burada boşaldı. Özlərinin servisi var. Zəng edirsən, gəlib düzəldirlər. Özün yüklü maşın gətirirsən bura, məsələn, motosikleti və yoxdur, onlar özləri gəlirlər. Kaska, əlcək, paltar, təhlükəsizə görə hər şey var da, yəni, maşallah. Düz çəkdim qolu. Düzdür. Mən də bir daha qol çəkeyim. Allah xeyir versin. Amin, Allah xeyir versin. Xeyirli olsun. Kişi bala, götür. Ata sən süper atası yaxşı mənim atam. Əziz izləyicilərim, burada yəni rəsmidir hər şey. Aldın, belə imzalayırlar. Yəni, başqaları kimi tində bucaqda satmırlar da. Mən sizə keyfiyyətli bir yer təqdim elədim və keyfiyyətli mallar təqdim elədim. Mən demirəm ki, mənim aldığım çəkib gələndə
sizə gülçək verəcəklər, qiyməti endirəcəklər. Şablon yox da, o saxta söhbətlərdir. Endirim müəyyən qədər eləyirlər. Yəni gəlsən, məsələn, 4200-dür və yaxud 3500-dür. Oradan neçə faiz endirsiniz real alacaq qardaş? Olur, 200 manat, 100 manat. Yəni belə enirlər. Yəni reallıq budur. Buyurun gəlin dost qapısına, yolunuzu gözləyirlər. Xeyirli olsun inşallah. Sağ olun.